Narkotik əsrin bəlasıdır. O, cəmiyyəti məhv edir, insanları zombiləşdirir. Necə? Gəlin baxaq. Ekranda narkotikin insana verə biləcəyi zərərlərin bir qismi göstərilir. Bunlar onun insanları öldürməsi, ailələri dağıtması, gəncləri əlil qoyması, insanların nə etdiyini bilməyən dəlillərə çevirməsi və hətta bir ölkənin başqa ölkələrin əsarətinə düşməsinə səbəb olmasıdır. Elə bilirsiniz ki, biz bunları söz olsun deyə deyirik. Yox, biraz sonra hamısının ayrı-ayrılıqda dəlillərini göstərəcəyik. 1. Narkotik dünyada ən çox ölümə səbəb olan faktorlardan biridir. 2023-cü ildə ABŞ-da narkotikdən ölənlərin statistikası təqdim olundu. Statistikaya görə 1999-cu ildə narkotikdən ölənlərin sayı 16.800 nəfər idisə, 2000-ci ildə bu rəqəm 17.000-ə qalxıb təqribən, 2005-ci ildə 29.000-ə, 2010-cu ildə 38.300, 2015-ci ildə 52.000-ə qalxıb, 2016-cı ildə hətta 63.000-ə qalxıb, 2017-ci ildə il boyu ölənlərin sayı 70.000-ə qalxıb, 2018-ci ildə bu rəqəm biraz düşsə də, 67.000-ə gəlsə də, yenidən 2019-cu ildən təkrar onun qalxdığını və 70.000-ə gəlib çatdığını görürük. Daha sonra hətta 2020-ci ildə bu rəqəm 91.000-ə, 21-ci ildə 106.000-ə və 22-ci ildə isə 107.500 nəfərə yaxınlaşıb. Və gördüyümüz kimi 1999-cu ildə narkotikdən ildə ölənlərin sayı 16.000 nəfər idisə, 23 il sonra 2022-ci ildə bu rəqəm təkcə ABŞ-da 6 dəfəyə yaxın artaraq 107.500 nəfərə gəlib çıxıb. Və düşünsək ki, ABŞ cəmi 348 milyon vətəndaşı olan bir ölkədir. Onda ümumiyyətlə dünyada 8,26 milyard insanın olduğunu nəzərə alsaq, sadə hesabla başa düşərik ki, bu ümumi dünya əhalisi ABŞ-ın əhalisindən 25 dəfəyə yaxın çoxdur. Bu isə ölənlərin də elə təqribən dünyada ABŞ-dakından 25 dəfə çox olmağı deməkdir. Və ABŞ-da təkcə biz 107.000 insanın ölümündən danışmışdıq. Söhbət 2022-ci ildə gedir. İndi düşünək görək, bütün dünyada bu rəqəm 25 dəfə artaraq hansı rəqəmlərə, neçə milyonlara gəlib çıxır. Və biz burada görmüş olduq ki, narkotik doğrudan da insanların ölməyinə səbəb olan ən vacib faktorlardan məhz biridir. Bəs burada narkotikin bizim üçün yarada biləcəyi problemlər bitir? Yox. Hələ qabaqda çox problem var. 2. Narkotik ailələri məhv eləyir. Statistika göstərir ki, ailələrin boşanmasının 35%-nin səbəbi narkotikdir. Bu da təqribən dağılan 3 ailədən birinin məhz narkotik üzündən dağılması deməkdir. Bəs niyə bu qədər ailə narkotik üzündən dağılır? Bunun səbəbi çox aydındır. Çünki narkotik istifadə edən şəxslər bəzi hallarda nə etdiklərini bilmirlər. Narkotikin təsiri onlarda şiddət meylini artırır və belə şiddət meyilli olmuş şəxslər həmin o içdən gələn və qarşısını ala bilmədikləri dürtülərini öz ailələrinə hətta zərər vermək üçün istifadə edirlər. Düşünün, bir övlad gəlir və anasından narkotik üçün pul istəyir. Və anası və yaxud həyat yoldaşı ona bu pul tapıb narkotik üçün verə bilmir. Və bu zaman hətta o insan anasını və yaxud həyat yoldaşını öldürməyə hazırdır ki, ondan o narkotikin pulunu alsın. Görün, bir narkotik insanı nə hala sala bilər. Və bundan sonra artıq həmin mühitə dözə bilməyən xanım öz həyat yoldaşından boşanmağa başlayır və yaxud da ana məcbur qalaraq övladından imtina eləmək zərurətində qalır. Və yaxud da ananın başına xoşa gəlməz və hətta bəzi hallarda ölüm hadisələri gəlmiş olur. Və bu narkotika yoluxmuş şəxslər təkcə öz həyat yoldaşlarını, analarını, atalarını itirmirlər. Onlar hətta öz mülklərini də tamamilə itirirlər. Hansı ki, onların əvvəllər olan imkanları, maşınları, evləri, qızılları tamamilə narkotik üzərindən əllərindən çıxır və gedir. Və bundan sonra onların böyük hissəsi məhz evsizlik səbəbindən küçələrdə yaşamalı olurlar. Və biz onların bir neçəsini birazdan video görüntülərdə görəcəyik. Amma narkotikin təsirləri və yaxud da zərərləri burada da bitmir. Hətta narkotik insanların əlil qalmasına belə səbəb olur. Hansı ki, uzun müddət narkotik istifadə edən şəxslərdə qan damarlarında müəyyən problemlər yaranır və bu da onların aşağı və yaxud da yuxarı ətraflarının, daha çox əllərinin qanqreniya olmasına gətirib çıxardır. Və bundan sonra onların əllərinin amputasiya edilməsi, yəni kəsilib götürülməsi zərurəti yaranmış olur. Və əlbəttə ki, bu şəxslər bu hadisədən sonra əlil qalırlar. Və yaxud da
narkotik istifadə edən şəxslər bundan elə zərərlər görə bilərlər ki, onlar bütün həyatlarını artıq yataq xəstəsi olaraq keçirsinlər və heç vaxt sağalmasınlar ki, hansı ki bunun minlərcə nümunəsi var. Araşdırsaq asanlıqla görə bilərik. Bəs narkotikin təsirləri burada bitirmi? Xeyr. Hələ biz onun çox ziyanını görəcəyik. Dördüncü faktor olaraq isə bu narkotik vasitələr insanların beyin funksiyalarını zəiflədir və hətta insanları bədənlərini idarə edə bilməyən bir canlıya çevirir. Ekranda izlədiyiniz videolardan gördüyünüz kimi narkotik istifadəçiləri küçələrdə sanki donub qalıblar. Hərəkət edə bilmirlər və bu xəstəlik yüzündən bütün hər şeylərini itiriblər. Nə sərvətləri qalıb, nə də ailələri. Və elə narkotiklər var ki, onlardan bir neçə duz dənəsi qədər belə qəbul etmək insanları videoda gördüyünüz acınacaqlı hala salmağa bəs eləyir. Əgər həmin şəxslər o narkotikdən əlavə 1-2 duz dənəsi qədər də artıq qəbul eləsəydilər, onda artıq ekranda gördüyünüz şəxslər o vəziyyətdə yox, ümumiyyətlə həyatda olmayacaqdılar. Yəni onların narkotik ölməyinə səbəb olacaqdı. Düşünün, cəmi 10 duz dənəsinə yaxın narkotikin miqdarı bir insanı öldürməyə asanlıqla bəs edir. Və onları öldürməsə belə, aşağı dozalarda insanların sadəcə yaşayan ölülərə çevrilməsinə gətirib çıxardır. Hansı ki videoları gördünüz. Bu şəxslər ayağa qalxmaq istəyirlər, qalxa bilmirlər. Çünki bədənlərinin funksiyaları artıq onların əlindən alınıb. Əzələlərini idarə edə bilmirlər və donub olduqları yerdə qalmaq məcburiyyətində olurlar. Narkotikin ən ciddi fəsadı isə hələ qabaqdadır. Hətta bu bəla bir ölkənin 100 illik çöküşünə belə səbəb olur. Hansı ki bizim tarix müəllimlərimiz və yaxud da tarixi yaxşı oxuyan şagirdlərimiz yaxşı bilərlər. 19-cu əsrdə İngiltərə Hindistanı işğal eləyir və orada narkotik əkib becərməyə başlayır. Niyə bunu öz ərazilərində eləmir? Çünki İngiltərə bilir ki, bu öz xalqı üçün zərərlidir. Ona görə də bu narkotik becərəlmə işini məhz işğal etdiyi Hindistan torpaqlarında eləyir. Və o sadəcə Hindistanı bu narkotiklə pis hala salmaq istəmir. Hindistandan topladığı narkotiki götürür və onu müxtəlif tacirlərdən istifadə edərək Çin bazarına çıxarır və Çin vətəndaşlarını bu narkotikə yoluxdurur. Və çox qısa zamanda adı gedən vasitə bütün Çinə yayılır və 13 milyona yaxın şəxs narkotik istifadəçisinə çevrilir. Və bu rəqəm həmin dövrün Çin xalqına görə 4 kişidən, yəni 4 bəydən birinin narkotik istifadə etməyə başlaması deməkdir. Və düşünək, bir ölkənin ordusu məhz kişilərdən ibarətdir və 4 kişidən biri məhz narkotik istifadəçisidirsə, o zaman birbaşa ölkənin ordusu zəifləmiş oldu. Və bunu görən İngiltərə Çinin ordusunun zəiflədiyini görüb, Çini asanlıqla məğlub eləyir və Çindən müəyyən torpaqları özünə qəsb eləyir. Və bunu görən digər Avropa dövlətləri də Çindən özlərinə pay qopartmağa çalışırlar. Və onlar da Çinin müxtəlif ərazilərini işğal eləyirlər. Bundan sonra Çinin 100 illik çöküş dövrü başlayır. Hansı ki narkotik Çin kimi böyük və qüdrətli bir dövləti belə 100 illik digər dövlətlərin əsarətinə salmağa bəs eləyir. Gəlin görək ki, bu narkotik nə qədər ciddi bir bəladır. Və unutmayaq, bizim narkotikdən istifadə eləməyimiz ən çox bizim düşmənlərimizi sevindirəcək. Bəlkə də elə bunlar hamısı bizim düşmənlərimizin bizə qurduğu tələlərdir. Bilmirəm, bəlkə də elə bu zalda olan şəxslərdən bəziləri bu illətin istifadəçiləridir. Və yaxud da bəziləri hələ ki istifadə eləmir, amma onların ətrafında elə dostlar var ki, onlar məhz bu bəladan istifadə edirlər. Gənclər, unutmayaq. Bu gün əgər sizin dostunuz narkotik istifadəçisidirsə, unutmayın. Sabah bu şəxs sizi də bu illətə audəti eləməyə çalışacaq. Çünki o narkotik tapa bilmir. Ona görə sizi audəti eləyəcək ki, sizin tapdığınız narkotikdən o da istifadə eləsin. Siz sadəcə onun tələsinə düşmüş olacaqsınız. O sizə əvvəl hər şeyi tərifləyəcək, belə gözəldir, elə gözəldir, hər şey əladır. Amma əslində o da bilir hər şeyin əla olmadığını, gecələr ağrıdan yata bilmədiyini. Amma onlar sadəcə sizdən istifadə eləmək üçün narkotik isə yoluxdurmaq istəyir. Bəs narkotikin bizə zərərləri sadəcə özümüzə belə sağlamlıq baxımından ziyan vurmasındadırmı? Xeyr. Əlbəttə ki, bunun Cinayət Məcəlləsində müxtəlif maddələrlə cəzası var. Məsələn, narkotik saxlamağa görə bir şəxs 1 ildən 3 ilə qədər, narkotik satışı ilə bağlı əməllər isə 3 ildən 7 ilə qədər həbs cəzasına səbəb ola bilər. Və
narkotacirlərin narkotikdən indiyə qədər qazandığı bütün pullar, bütün mülklər dövlət tərəfindən mütləq ki onların əlindən alınacaq. Və əgər sən də bu bəlaya düşmüsənsə, hələ gec deyil. İndi bunu dayandır. Elə indi bunu tərk etməyi özünə söz ver və bu yolda sən tək deyilsən. Biz müəllimlər, ailən, dövlət və cəmiyyət sənə kömək eləməyə hazırdır. Amma sadəcə kömək istə. Problemidir. Qorxma. Səni kimsə buna məcbur edirsə, bunu ailənlə, müəllimlərinlə bölüş. Və unutma, narkotikdən sağalmaq mümkündür və minlərcə narkotikdən qurtulub öz həyatını yaxşılaşdıran insanlar var. Gəl sən də onlardan biri ol. Sağ olun.